Deməli, rəhbərə itaat edin, nə yadıma düşdü? Rəhbərlərə münasibət adlı kitab hazırlamışdım. Elə həmin bu kitabı hazırladığım ildə. Eyni ildə 4 dənə kitab. Müstəcəb dualar idi, qadınlarla əlaqəli şəriət hökmləri idi. Onun haqqı idi, bir də rəhbərlərə münasibət. O kitabı hazırladıq, çap elədik, payladıq, əlhəmdülillah. Üstündən 23 il keçdi. Eşitdim ki, başqa birisi mənim adımı da oradan silib tamamilə öz adı ilə onu çap eləyib, cəmaata paylayıb. Bu çox qəribədir. Yəni, rəhbərə özünü şirin göstərmək istəyirsənsə, özün bilərsən. Hamı itaat edir rəhbərə. Ancaq mənim adımı oradan çıxartmaq ki, güya mən rəhbərə itaat etmirəm. Sən rəhbərə itaat edirsən. Sən hazıramsan bu işdə. Bu açıq aydın yalandır. Bunu eləmək böyük günahdır və qiyamət günü buna görə adam cavab verəcək. Deməli, buna görə də mən narahat deyiləm. Çünki istəyir, mənim adım olmasın orada, kimin adı olur olsun. Əsas zəhmətdən söhbət gedir. Allah Subhanahu taala zəhmətə dəyər verir. O bir rəvayət var. Harun ər-Rəşid məscid tikir və məscidin də deməli açılışı olmalıdır cümə günü. Məscidin üstündə bir lövhə yazdırır. Lövhənin üstünə yazır, bu məscidi filan tarixdə Harun ər-Rəşid tikdirib. Cümə axşamı onun doğma qardaşı Bəhlul gəlir, gözətçilərə deyir ki, bu lövhəni buradan çıxardan. Özü ilə lövhə gətirib, deyir, bunu qoyun ora. O lövhənin üstündə də yazılıb ki, bu məscidi filan tarixdə Bəhlul tikdirib. Səhər açılışdır cümə. Xəlifə gəlir, baxır belə, başqa adamın adı yazılıb, qardaşının adı yazılıb. Gözətçilərə deyir ki, nə eləmisiniz? Kim sizə icazə verib belə? Deyir, biz nə edək? Qardaşım gəldi, əmr elədi bizə ki, bunu çıxart, ona tabe olduq. Nə edə bilərik? O da gülür, gülümsüyür, bilir ki, qardaşı nəsə burada bir elə-belədən eləməz bunu. Çağırır qardaşını. Deyir, niyə belə eləmişsən? Deyir, sənin üçün nə fərqi var? Sənin adın oldu orada, mənim adım oldu. Deyir, necə yəni? Mən tikdirmişəm axı. Deyir, sən elə fikirləşirsən ki, Allah Taala bir dənə ada görə savabı sənə yox, mənə yazacaq. Savab onsuz da sənindir. Ad kimin olur olsun. Ona görə biz həmişə Allaha dua edirik, həmişə də çalışırıq. İndi də Allahdan istəyim odur ki, ad üçün çalışmayaq. Ancaq Allah üçün çalışaq. Allah bizi tanıdı, kifayətdir.